Dünən Libraft Kitab Mağazalar Şəbəkəsinin Gənclik filialından jurnalist Qulu Məhərrəmlinin Məmmədəmin Rəsulzadə adlı kitabının imza günü keçirildi. İmza gününə mətbuat orqanları, ictimai xadimlər və sadə vətəndaşlar kitablarını imzalatmaq üçün qatılmışdılar. Qatılanlar Qulu Məhərrəmliyə uğurlar arzu etdilər və kitabının Azərbaycan mədəniyyətinə və Azərbaycan gəncliyinə faydalı olmasını dilədilər. Qulu Məhərrəmli imzası bizim oxuculara yaxşı tanışdı. Bizim xalqımızın sevimli jurnalistidir, professordur. Bu sahənin həm demək əməli cəhətdən mükəmməl bilən adamdır, həm də elmi cəhətdən. Yəni Bakı Dövlət Universitetində dərs deyir, tələbələrinə jurnalistika konserini öyrədir. Məmmədəmin Rəsulzadə Azərbaycanda bir sıra ilklərin banisi olmuş adamdır. Elə jurnalistikamızın da özüllərini Zərdabi qoyub, amma davam elətdirən, onu inkişaf elətdirən adamlardan biri Məmmədəmin Rəsulzadə olubdur. Böyük qələm sahibi, jurnalist olubdur Məmmədəmin Rəsulzadə. Məmmədəmin Rəsulzadə Azərbaycanda ilk respublikanın banisidir. Məmmədəmin Rəsulzadə Azərbaycanda bir sıra o belə deyək də, məsəl üçün ilklərin, bizim dövlətçiliyin banisidir. Sərhəddimizin, pulumuzun, valyutamızın, ümumiyyətlə biz kim olmağımız, kimliyimiz Məmmədəmin Rəsulzadənin qurduğu dövlətdən asılıdır. Bu dövlətin haqqında, bu dövlətin qurucusu və qurucuları haqqında nə qədər yazsan azdır. Qulu Məhərrəmlinin bu əsəri Qulu Məhərrəmli imzasını biraz da hörmətləndirəcək, biraz da ona hörmət gətirəcək. Eyni zamanda ona görə ki, bu Məmmədəmin Rəsulzadənin anadan olmasının 140 illiyi ərəfəsinə təsadüf eləyir və qarşıdan da bizim böyük bayramımız 28 may gəlir. Elə bilirəm ki, bu həmin o hadisəyə də töhfədir. Qulu müəllimi təbrik eləyirəm. Qulu müəllimin oxucularını təbrik eləyirəm, tələbələrini təbrik eləyirəm və jurnalistikamızı təbrik eləyirəm bu gözəl əsər üçün. Altun Kitab Nəşriyyatının çox böyük və maraqlı bir layihəsi var, Tarixi Yaradanlar adlanır. O layihədə bütün dünyada siyasət adamları, mədəniyyət adamları, dünyanın simasını dəyişən adamların haqqında kiçik kitabçalar buraxılır. Azərbaycanla bağlı olan adamlar da var. Məsələn, tutaq ki, Nobel haqqında məlumatlar gedir. Amma bir 3-4 il bundan əvvəl qərarı alındı ki, bu dünyanın yaradanlar, tarixi yaradanlar silsiləsindən həm də Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında silsilə kitablar olsun. 3 il mən bu kitabın üzərində işləmişəm. Çoxlu, ciddi sənədlərdən, arxiv materiallarından istifadə olunub. Rəsulzadə haqqında yazılan kitablardan geniş şəkildə istifadə olunub. Son illər Rəsulzadə ilə bağlı ciddi sənədlər, materiallar ortaya çıxarılır. Onun Moskvada, Finlandiyada, Almaniyada, Polşada, xüsusən Türkiyədəki fəaliyyəti ilə bağlı. İnsan bütün ömrü boyu Azərbaycan istiqlalı uğrunda, onun dövlət müstəqilliyi uğrunda mübarizə aparıb. Bir anda o mübarizədən çəkinməyib. Məşhur Tatar siyasətçisi, onun haqqında məşhur sözü var ki, Məmmədəmin Rəsulzadə öz xalqının müstəqilliyi, istiqlalı uğrunda səhhətini, ailəsini, bütün həyatını qurban verdi. Yəni doğrudan belə bir tarixi şəxsiyyət öyrənilməyə, oxunmağa və təbliğ olunmağa layiqdir. Ona görə də kitabın da əsas məqsədi odur ki, bizim istiqlal savaşımızı, bizim dövlət müstəqilliyimizin rəmzi olan Məmmədəmin Rəsulzadənin həyat, hekayətini biz bu şəkildə populyar dildə, publisistik bir tərzdə oxuculara çatdıraq. Daha çox gənclik auditoriyası üçün nəzərdə tutulub. Burada düzdür, elmi istinadlar var, arxiv materialları var, sənədlər istinadı var. Məsəl üçün, mən sizə bir epizod deyim ki, bizə elə gəlir ki, Cumhuriyyət yıxılan dövrdə 28 may 1920-ci ildə Bolşevik ordusu bura girəndə göy gül çiçəyi ilə filanla qarşılayırlar, amma elə deyil. Bu kitabda ondan əvvəlki tədqiqatlarda bizim böyük tarixçimiz Ziya Bünyadovun tədqiqatlarında var ki, 11-ci Qızıl Ordu 72 minlik qoşunla Azərbaycan sərhədlərini keçəndə Yalaman stansiyasında sərhəd qarnizonu 350 nəfər döyüşçü o Qızıl Ordu ilə vuruşub, 2 saat döyüş aparıb. Demək olar ki, hamısı həlak olub, amma bu millətin şərəfini, bu millətin heysiyyətini qoruyub. Rəsulzadə də bütün ömrü boyu istiqlal uğrunda mübarizəsində bu millətin şərəfini, ləyaqətini, onun azadlıq düşüncəsini, onun istiqlal arzuları uğrunda mübarizə aparıb və nə yaxşı ki, uzun illər keçəndən sonra onun bu arzusu reallaşıb. Azərbaycan böyük müstəqil dövlətdir, beynəlxalq hüququn subyektidir, dünyanın bütün beynəlxalq təşkilatlarının
üzvüdür və bugün Azərbaycan Qafqazın ən böyük dövlətidir. İndi prezidentin sərəncamı var. Rəsulzadənin 140 illiyinin qeyd olunmağı ilə bağlı. Hesab edirəm ki, çox gərəkli bir sənəddir və bu sənədə istinad eləyib bizim nəşriyyatlar, akademiya sistemi, bizim siyasətçilər, dövlət strukturları bu yubileyin layiqli şəkildə keçirməsini təmin eləməlidirlər. Bu il Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunacaq. Bununla bağlı sərəncamda da deyilir ki, Məhəmməd Əmin Rəsulzadənin irsinin daha yaxşı araşdırılması və təbliği istiqamətində işlər görülsün. Bizim professor Qulu Məhərrəmlinin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı yazdığı bu kitab hesab edirəm ki, bu ilə Məhəmməd Əmin Rəsulzadə irsinə ən böyük töhfələrdən biridir. Əvvəla Altun Kitab Nəşriyyatı belə bir seriyadan kitablar çap eləyir. Bu kitab tarixi yaradanlar layihəsidir və burada tarixdə rol oynamış böyük şəxsiyyətlərin həyatı, bioqrafiyası çox sadə və aydın dillə oxucuya çatdırılır. Və biz bilirik ki, Məhəmməd Əmin Rəsulzadə haqqında da müxtəlif kitablar yazılıb, onun öz əsərləri az da olsa çap olunub, amma onun həyatı haqqında belə müfəssəl və rahat, rəvan, lakonik oxucu üçün rahat olan bir dillə yazılan bir kitab yoxdur. Bu baxımdan bütün Məhəmməd Əmin Rəsulzadənin bütün həyatı, gəncliyindən həyatının son günlərinəcən gördüyü işlər hamısı bu kitabda öz əksini tapıb. Həm də dövrün mənzərəsi var. O mürəkkəb bir dövr idi, 20-ci əsrin əvvəlləri və bu mürəkkəb dövrdə Azərbaycanın istiqlaliyyətini qazandığı bir dövrdə dünya dövlətlərinin bizə bölgəyə, Qafqaza marağının çoxaldığı bir dövrdə necə Azərbaycan Xalq Cumhuriyyəti yarandı və bu Cumhuriyyətin yaranmasında Məhəmməd Əmin Rəsulzadənin rolu eyni zamanda dövrün mənzərəsi öz əksini tapır. Sadəcə Məhəmməd Əmin Rəsulzadə ilə Stalinin münasibətləri ayrıca bəlkə bir romanlar mövzusudur ki, Qulu müəllim də bunu doğrudan çox bir macəraçı dillə, oxucu üçün rahat olan bir dillə yazıbdır bu kitabda.